Bir kimyaçı kimi bu SPF kremləri ex-sevgilimə hədiyyə edərdim ya da nifrət etdiyim rəfiqəmə. Bu cür markirovkası olan SPF kremləri özümdə saxlayardım, heç kimə verməzdim. Çünki onlar günəş yanığından qorumaqla yanaşı, həm də ki dərini fotogocalmadan, pigment ləkələrdən və kollagen itirməsindən qoruyur. Tərkibində bu filtrları olanları da özümdə saxlayardım, çünki bunlar ən müasir və ən effektiv filtrlar sayılır, fotostabildir və yaxşı UV-yə qorunma verir. Dərini az qıcıqlandırır. Tərkibində bu filtrlar olanları isə nifrət etdiyim ex-sevgilimə və ya rəfiqəmə verərdim, çünki onlar dərini qıcıqlandırır, stabil deyillər və çox vaxt dəridə xoşagəlməz reaksiya verir. Mineral filtrli SPF kremləri də dərim həssas olduğu üçün özümə saxlayardım. Dərini qıcıqlandırmır, həssas dərilər üçün əladır. Kosmetoloji prosedurlardan sonra da istifadə etmək olar. Bir mənfi cəhəti var ki, strukturası biraz qatıdır və dərini ağrıda bilər. Kimyəvi filtrlar olanları da heç kimə verməzdim. Yüngül teksturasına görə hər gün istifadə üçün əladır. Ancaq gözə düşəndə biraz yandırma hissi verə bilər. Mən bu SPF 50 kremini istifadə edirəm, çünki tərkibində güclü, müasir həm kimyəvi, həm mineral filtrlar var və bu yüksək qorunma verir və qıcıqlanma dəridə yaratmır. Və bu pis filtrlar da tərkibində yoxdur. Dərini çox ağartmır və tərkibində baxım komponentləri də var, hansı ki ləkələri açır, dərini bərpa edir. Linkini mütləq Instagram səhifəmin storiesində paylaşacağam.